Dəmiryolçu peşəsi məsuliyyətli, intizamlı və şərəfli bir peşədir. Mənim babam, əmilərim, atam uzun illər Azərbaycan Dəmir Yolunda çalışıblar. İşarəvermə, mərkəzləşmə, bloklama və rabitə qurğularının fasiləsiz işini təmin etməkdən ibarətdir. Mütəmadi olaraq mən SƏTƏM üzrə mütəxəssislə işçiləri bütün bu əmək mühafizəsi üzrə təlimatlarla tanış edirik. Mən fəxr edirəm ki, mən bu peşəni seçmişəm. Elə bir ailəmizin ənənəsini davam etmişəm. Bu il Azərbaycan Dəmir Yolu 145 yaşını qeyd etdi və bu 145 ilin içində 44 ildə mənim stajım vardı. Bu mənim üçün çox bir sevindirici və qürur verici haldır ki, mən də bu ailənin üzvüyəm. Mən dəmir yolçuyam.